Kodlaşdırmada sizə bir yollayacağam. O qədər gözəl bir yoldur ki, baxın. Orada sizə problem yarada biləcək mövzulardan birini deyirəm. Yəni sizə deyə biləcəyim məsləhət budur ki, uşaqlar əsla və əsla xahiş eləyirəm, artıq dərəcədə, hətta bəlkə yeni yollara addım atacağıq. Çox güman ki, sizlərlə bir yerdə sizə imtahanda eləyə biləcəyiniz səhvlərdən danışacağam. Maraqlı olan imtahan balım. Dıdıdıdım. Herkese salam, kanalıma ve videoma hoş geldiniz. Ben Zəhra. Bugün sizlerle birlikte buraxılış hakkında artıq bir son videomu çəkəcəm. Nöqtə videomu çəkəcəm. Çünki burada həm balımı açıqlayacağam. Zaten mən Instagramdan izləyənlər nə qədər bal topladığımı bilir. Bu tərəfini qoysam görəsən. Çünki çox düşün. Aha, belə yaxşıdır. Nə qədər bal topladığımı bilir və necə çətinliklər çəkdiyimi də bilir və indi bu videonu çəkməyə də məqsədim odur ki, bir neçə açıqlama eləyəcəm və sizə də kömək ola biləcək şeylərdən danışacağım. İlk öncə təbii yenə hər zaman dediyim kimi kanalıma və videoma danışa bilmədim. Kanalıma abunə olmağı, videomu bəyənməyi və yorumda yazmağı unutmayın zəhmət olmasa. Amma hər zaman dediyimiz ki, bunları eləməsəz də canınız sağ olsun. Çünki mən bunları sizin üçün həm bir faydası olsun deyə, həm də ki özüm üçün eləyirəm ki, biraz sizlərlə vaxt keçirim, başım qarışsın. Belə deyim sizə. Deməli ki, mənim imtahan balım, ilk öncə imtahan balımı deyəcəm. Hamıya çox maraqlı olan imtahan balım. Dıdıdıdım. 140 bal toplamışam. 140 bal topladım. Və bilmirəm, artıq özümü çox pis hiss elədim. Ondan sonra və uzun müddətdir YouTube'da da biraz həm Instagramda, həm YouTube'da. Zaten YouTube'da çox aktiv ola bilmirdim dərslərimə, hazırlıqlarıma görə. Amma Instagramda aktiv ola bilməmə səbəbim əslində bir tərəfdən də bu idi. Çünki müalicə alırdım. Nə üçün müalicə alırdım desəz, mənim imtahan balım çıxanda ani bir şokla əməlli başlı ürəyim falan getdi ciddən. Ürəyim getdi, yıxıldım və yəni o gündən bəridir ki, sağ qıçım hər əsəbləşəndə çeyir. Ona görə də müalicə aldım. Masaja falan getdim, toka getdim. Uzun müddətdir ki, bununla məşğulam və artıq əsəbləşmək, stres eləmək yoxdur. Rahatçılıqla hazırlaşmaq istəyirəm ki, milçəklər yay gəldisə ki, başlayıb hamısı. İlk öncə bunu deyim ki, mən bu vaxta qədər sizə bir çox məsləhətlər vermişəm ki, bu məsləhətləri tək sizə yox, mənim başqa dostlarıma da vermişəm və həqiqətən o qədər çox məmnun qalıblar ki. Zaten bunu siz özünüz də eləmişsiniz mən verdiyim məsləhətləri ki, məncə özünüz də məmnun qalarsınız. Çünki mən də bu məsləhətləri özümdən uydurmamışam. Tamam, bəziləri həqiqətən öz deneyimimdir, amma bəzilərini özünüz də görmüşsünüz ki, ya Fidandan götürmüşəm, yəni YouTuber Fidandan götürmüşəm, yəni özüm deneyimləmişəm. Sadəcə mənim, yəni sonra indi bəziləri çünki burada deyəcək ki, yəqin ki tam oxumamısan, ona görə. Birincisi heç kəs mənim yanımda deyil idi mən oxuyanda, mən günlərlə yuxusuz qalanda, yeri gəlib yeməmişəm, sadəcə su ilə həqiqətən o necə deyim, qidalanmışam. Amma yemək yeməmişəm ki, vaxtım getməsin, mən dərslərimi çatdıra bilim. Belə deyim, mən bu vaxta qədər sizə dediyim heç bir məsləhət həqiqətən yalan deyildi. Ya da deməyin ki, ha bu qız az yığıb, onsuz da bunu dediyi məsləhətlər bizə boş-boşunadır, biz bu məsləhətlərlə heç yerə gedə bilmərik deməyin. Çünki mənim necə deyim, sınaq ballarımdan zaten hər şey açıq, aydın ortadaydı ki, yəni mən sınaqlarını çox gözəl yazırdım. 200-ü keçirdim bəzilərində, düzdür, bəziləri olurdu ki, 200-ü keçə bilmirdim. 180, 190 yazırdım. Ən aşağısı 178 yazmışam. Amma ki, buraxılışı zaten necə batırdıqlarını hamınız gördünüz, necə haqsızlıq olunduğunu hamınız gördünüz. Belə deyim sizə, gəlin.
Heç biri yalan deyil bu arada. Hamısı çox təcrübəli, yəni insanlar tərəfindən alınmış məsləhətlərdir ki, mən də bu məsləhətləri sizə ötürürdüm. Çünki bəzilərini həqiqətən heç tanımışlar deməmişdim. Mənim yəni öz dostlarım deyib, yəni öz universitetə girib, universitetdə təhsil alan podruqalarım mənə deyib ki, Zəhra belə elə, belə elə. Mən də onları sizlərlə bölüşmüşəm. Yəni burada heç nəyi özümdən uydurmamışam. Bu belə. İkincisi belə deyim, sizə imtahanda eləyə biləcəyiniz səhvlərdən danışacağam. Mən o qədər peşmanam ki, şəklini bura qoyacağam indi. Mən buraxılış kitabçasına bu mətnlərin cavabı zaten Azərbaycan dili mətnlərinin düzdür, nə qədər uzun-uzadı olsa da yazılmayacaq dərəcədə çətin deyil idi də. Yəni o açıqları yaza bilərdim. Çünki ondan daha çətinlərini işləmişəm mən. Amma ki, Azərbaycan dili mətnlərinin mən sual kitabçasında yazmışam, cavab kitabçasında qeyd eləməyi unutmuşam. Bunun səbəbi imtahan zamanı mənim arxamda bir qızın vəziyyəti pisləşdi. O qızın vəziyyəti pisləşənə qədər hər şey o qədər gözəl gedirdi ki, yenə də nə qədər çətin olsa da, çətin olmasa da, yəni hər şey super gedirdi. Çünki vaxtı əlimdə nizamlamışdım, vaxtı əlimdə toplamışdım, beynimdə quraşdırmışdım ki, bunu bura eləyərəm, bunu bura eləyərəm. Amma ki, mənim orada bir dəqiqə. Aha, yəni mənim orada yəni orada hər şey super idi. Beynimdə hər birini quraşdırdım, kodlaşdırdım ki, bura bu vaxtı sərf eləyərəm, bura bu vaxtı. Amma ki, həm sualların həyəcanına düşmüşdüm. Nəysə, həm sualların həyəcanından sonra demirəm, özümü toparladım və hər şey super gedirdi. Hətta özümü alqışlayırdım ki, yəni bu çətinliyə rəğmən sən yaza bilirsən hələ də. Amma arxamda qızın vəziyyəti pisləşdi, nəzarətçi falan onun üstünə qaçdı və mən qıza belə baxıram ki, yəni bəlkə mən də biraz o vəziyyətə düşəcəm deyə düşünürəm. Və özümü itirdim əməlli başlı, bilmədim nəyi yazım. Yəni elə baxıram ha boş-boş, amma nə yazacağımı həqiqətən bilmirəm. Nəysə, ondan sonra biz şey elədik, qızı çölə çıxartmadılar. Qız çöldən çıxsaydı imtahandan çünki çıxarılacaqdı. O da olmadı. Təbii ki, qız özünü sonradan toparlaya bildi və imtahana davam elədi. İlk öncə imtahanda heç kəsə fikir verməyin, xahiş eləyirəm. Yanınızda ölüb düşüb qalacaqlara fikir verməyin. Ay bala, fikir verməyin. Mən də elə olaram mı deyə düşünməyin. Çünki olmamısan, sən elə olmalısan. Fikir bitdi. Bir də ki, vaxtınızı necə evdə bölüşdürüb çıxmısınız ha? Yəni müəllimənizlə tutan demisiniz ki, mən bunu bura böləcəm, bunu bura böləcəm. Elə də gedin, xahiş edirəm, sözündən çıxmayın. Mən ingilis dilinə normalda çox gözəl vaxt ayırmışdım və qrammatikasını yaxşı yazmışam. Qrammatikasını super yazmışam mən onu. Amma digər ki, readingdə bütün hamısı səhvdir. Hamısı. Essem və bir dənə açıq sualım sadəcə düzdür. Qalan hamısı səhvdir. Niyə? Çünki readingi tərcümə eləyib onu təhlil eləməyə vaxtım olmadı və sualları da tərcümə eləməyə vaxtım olmadı. Ona görə heç nə deyə bilmədim. Sonra ingilis dilinin listeningi zaten ən başda etdi. Yaxşı yazdım, pis yazmadım onu. Amma ki, çoxu, yəni mənim vaxt ayıra bilməməyimdən oldu ingilis dilində. İngilis dili buradan belə getdi. Riyaziyyatdan zaten o qədər də wow, güclü deyil idim ki, bunu heç vaxtdan mən zaten deməmişəm çox güclüyəm deyə. Riyaziyyatdan amma, yəni yenə də yəni normama görə yaxşı yazmışam. Riyaziyyata gələndə isə riyaziyyatda mən orada yarı düstur yazdım. Çünki müəlliməm demişdi ki, ətraflı həll olunanları yaza bilməsən belə, düstur yadındansa, düsturu yaz, ora yarı bal versinlər sənə. Mən də ətraflı tələb olunanları yaza bilmədim. Birini düsturu yadıma düşdü Allahdan. Düsturu yadıma düşdü, gətirdim, yazdım, amma ona bal verməyiblər. Heç yarı bal belə verməyiblər. Sonradan apellyasiya vermək istədim, amma valideynim icazə vermədi. Səbəbi isə tamamilə başqa bir şeydi. İcazə vermədiyinə görə mən də artıq apellyasiyaya müraciət edə bilmədim. Digərinə gələndə isə, yəni riyaziyyatdan qapalılarımdan da biraz yazmışam. Açıqlarımı da tam düz yaza bilməmişəm. Deyə zaten balımın yarısı buradan gedib. Azərbaycan dilinə gələndə, Azərbaycan dilində qayda mənim vaxtımı o qədər apardı. İnanın mənə, o qədər mənim vaxtımı qayda aparıb ki. Yəni burada bunları təkrarlamaq istəmirəm. Çünki zaten buraxılışa aid elədiyim bir dənə videom var. Onu buradan girib baxa bilərsiniz. Yəni kanalımdan girib baxa bilərsiniz hər hansı bir yerdən. Sadəcə belə deyəcəm, o qədər bərbad oldu ki, həqiqətən çox bərbad oldu. Mən demirəm 15-ləri çox asan oldu, 9-u çox çətin oldu. Deməyəcəm bu sözü. Çünki bilirsiniz niyə? Hər iki zona eyni dərəcədə oldu. Sadəcə 15-nə belə bir şey deyə bilərəm ki,
9-cu imtahana gedənlərə xəbəri yox idi bizə çətin salınacağından. Çünki bu dərəcə çətin salınacağından xəbərimiz yox idi. Amma 15-i gedənlər ən azından bilirdilər ki, ucu başlarına nə gələcəklər də, yəni başa düşdünüz. Amma onlar da bilmirdi yazıqlar ki, necə olacaq. Nəysə, ondan sonra deyəcəkdim ki, hə, yəni vaxtınızı evdən necə bölüb çıxmısınızsa, elə də gedin. Amma mən elə eləmədim. Yəni vaxtımın hamısını Azərbaycan dilinə full ayırdım deyə. İngilis dili qaldı qıraqda. Zaten riyaziyyatdan da elə belə yazdım. Əməlli başlı, yəni bal-balı kəsdi də, belə deyim ki, hamısı bir-birini kəsdi. Ona görə mənim buraxılış balım belə gəldi. İnşallah ümidimiz blokadır. Blokdan inşallah yaxşı yazaram. Artıq indi sizə başa saldığım o səhvləri özüm blok imtahanında eləməyəcəm. Zaten bu ayın 24-də blok imtahanı verirəm. Amma belə bir şey var ki, nə qəşəng düşdü günəş üzümə. Amma belə bir şey var ki, mən bu mayın 24-də olan blok imtahanının balı ilə getməyəcəm universitetə. Mən ikinci şansdan götürüb gedəcəm. Çünki ikinci şansda alt qrup, üst qrup verirəm və burada amma alt qrup, üst qrup verməmişəm. Sadəcə üst qrup vermişəm. Belə, yəni sizə deyə biləcəyim məsləhət budur ki, uşaqlar, əsla və əsla xahiş eləyirəm, artıq dərəcədə arxavızda biri yenə deyirəm, yıxılsın yerə, necə deyim, pis vəziyyətə düşsün, yenə də yəni özünüzü itirməyin. Demirəm, baxmayın, amma itirməyin özünüzü. Həm vaxtınızdan gedir, həm də ki, belə bir də orada sizə problem yarada biləcək mövzulardan birini deyirəm. Öz-özünüzə sualı deməyin. Məsələn, mən orada öz-özümə sualı danışırdım da başa düşmək üçün. Düz səsli formada demirdim, ağzımı tərpədirdim. Və onlar elə bildilər ki, mənim qulağımın içində nauşnik var. Normalda orada mənim qulağımı belə yoxlamadılar da, içinə belə baxmadılar. Bizdə nəzarət o qədər bir güclü olmadı. Yoxlama nəzarəti yəni. Amma belə, yəni belə gəlib yoxlayanda belə olmadı o məndə. Ona görə orada məndən şübhələndilər ki, bəlkə mənim qulağımın içində nauşnik ola bilər. Ona görə orada biraz ehtiyatlı olun, yəni. Amma mən yazdığım heç yəni qulağımda heç nə yox idi. Heç öz dediyimi özüm eşitmirdim. Onda qalan nauşnik ola qulağımda. Belə, yəni uşaqlar, sadəcə özümü açıqlamaq istədim. Bir də yəni deməliydim təbii ki sizə. Çünki yəni bu yolu məndən bir yerdə gəlmisiniz və sizin ən böyük haqqınızdır ki, mənim balımı biləsiniz də. Yəni olmaz bu il, olar gələn il. Onun mənim üçün heç bir problemi yoxdur. Hətta bəlkə yeni yollara addım atacağıq. Çox güman ki, sizlərlə bir yerdə çox gözəl videolar gələcək. Yəni çox qəşəng video fikirlərimiz var. Video fikirləri deyəndə ki, yeni yollara addım atırıq deyə, həmin o yolların video fikirləridir. Belə deyim sizə qısaca. Qısa bir video çəkmək istədim ki, sizi məlumatlandırmaq üçün. Xahiş edirəm, artıq dərəcədə vaxtınızı orada hədərə verməyin. Sizin üçün orada bir salisə belə qızıldır. Kodlaşdırmaya çox fikir verin. Uşaqlar, cavab kartına milyon dəfə baxın. Xahiş edirəm, milyon dəfə baxın. Bax, bilirsiniz necə eləyin cavab kartında. Kodlaşdırmada sizə bir yol deyəcəm. O qədər gözəl bir yoldur ki, baxın. Kodlaşdırmanı qutardınız, yazdınız, qutardınız, super, əla. Tutalım, birə burada A-nı kodlaşdırmışsınız. Gedin cavab kartında birə A, A-nın yanına belə düz plus qoyun. Sadə karandaşla düz plus qoyun. Niyə? Çünki biləsiniz ki, həqiqətən mən ora A yazmışam. Sonra, məsələn, tutalım, 2-yə C yazmışsınız. 2-yə C yazmışsan. Sual kitabçasına bax. 2-də C yazmışsan, həqiqətən C-yə plus qoy orada. Sonra 3-ə tutalım, sən Y yazmışsan. 3-ə Y yazmışsan, burada da 3-ə Y qoy, belə qoy. Xahiş edirəm, milyon dəfə yoxlayın. Yəni, o qədər önəmli bir şeydir ki, o qədər vacib bir şeydir ki, bu. Yəni, mən eləyə bilməmişəm də, yəni, mən vaxtım olmadı eləməyə. Bax, görürsünüz, mən balımın yarısı gedib də, açıqlarımı kodlaşdıra bilməmişəm. Ondan sonra, məsələn, qapalılarımdan da yarısını kodlaşdıra bilmədim, vaxtım çatmadı çünki. Şeydir, baxın, görürsünüz, kodlaşdıra bilməmişəm deyəm mən, amma burada elə bilmişəm ki, yazmışam. Mən kodlaşdıra bilməmişəm deyə, görün mənim nə qədər balım gedib hələ, görün nələr, yəni mən nələri səhv eləmişəm. Mən də istəyirəm ki, siz onları səhv eləməyin, xahiş eləyirəm. Artıq dərəcədə, baxın, mütləq milyon dəfə yoxlayın, ha, yəni. Bir də sizə bir şey deyəcəm, balınız neçə olur olsun, lap belə 50-dən aşağı olsun, lap belə, nə bilim, 100-dən aşağı olsun, 30-dan aşağı olsun ümumi balınız. Yenə də özünüzü öldürməyin, çünki heç nə sağlamlığınızdan ötə deyil. Mən bunu öyrəndim, yaşamış biri olaraq gördüm də, yəni, indi yaşayıram, həqiqətən altını çəkirəm, çox pis əziyyət çəkirəm. O buraxılışın gecəsi qutardı, getdi, o buraxılış unuduldu, mənim balımı da soruşmurlar. Amma ki, mənim, yəni, hələ də
bu qıçımda olan bu yəni problem hələ də qalıb. Görürsüz, yəni o keçicidir, amma yəni sizin sağlamlığınızda yaranacaq problemlər hələ də qalıcıdır. Hətta mənim iflic qalma kimi problemim, yəni qorxulu vəziyyətim də var idi. Çünki çox pis bir vəziyyətə düşmüşdüm həmin gün. Elə bir bal gözləmirdim. Ən aşağısı, ən aşağısı. Yəni mən 180-190 gözləyirdim. Deyirdim ki, yəni 180-190 gələr ən azından. Amma elə olmadı. Əsas odur ki, Allah hər birimiz üçün xeyirli olsun. Xeyirlisi nədəsə onu eləsin. Düzdür, hər birimiz çox əziyyət çəkdik. Mənim nə qədər əziyyət çəkdiyimi artıq deməyəcəm. Çünki həqiqətən çox əziyyət çəkdim. Amma bəlkə də qarşılığını burada deyil də daha gözəl bir formada görəcəm. Allah mənə bunu demək istəyir ki, mən sənin üçün, sən bunu nəzərdə tutursansa, yəni tutalım ki, misal göstərirəm, sən, yəni bu sadəcə qara bir şeyi, belə göstərdim, sən qara bir şeyi nəzərdə tutmusansa, bu qara bir şeyi, amma mən sənə, durun, yolunu göstərəmədim, mən sənə belə rəngli bir şey gətirəcəm həyatıma ki, o elə olsun. Çünki sən əziyyətimin bəhrəsi olaraq bu qaranı görürsən, amma mən sənə bu qaranı deyil də, mən sənə bu nə əlaqə əlimdə onu bilmədim. Mən sənə bunu deyil, bunu məsləhət görürəm. Çünki bu sənə daha uyğundur demək istəyir. Bəlkə də Allahım. Onun sorğusundan şübhə olmaz. Bu artıq dini bir videoya keçdi deyəsən. Nəysə, belə yəni, xahiş eləyirəm həqiqətən sizə verdiyim məsləhətləri qulaq ardına vurmayın, eləyin. Bəlkə də bunu sizə ətrafınızda hər kəs deyir, amma yaşamış biri olaraq mən o qədər deyə bilərəm ki, sağlamlıq cəhətdən özünüzü öldürməyin, əsla. Bir də məsələn, bəziləri var ya, ay Allah stres eləyir, ay Allah girə bilməyəcək, ay belə olacaq, ay Allah elə olacaq. Eləməyin uşaqlar, xahiş eləyirəm. Girəcəksiniz, hamınız universitetə girəcəksiniz, gec, tez girəcəksiniz. Mühüm deyil hamı bu il girsin, mühüm deyil hamı, nə bilim, məzun olduğu il girsin. Bəlkə də bir il sonra, mənim inanın yaxınlarımda o qədər adam var ki, bir il girə bilməyiblər, amma indi doktoranturanı qutarıb professor adı alıblar. İnanın mənə. Yəni mənim öz həkim qohumum doktor İndra Səfərova girib araşdıra bilərsiniz. O artıq professor adını alıb. Yəni ona görə deyirəm ki, uşaqlar, özünüzü öldürməyin, özünüzə heç nə eləməyin. Sizin günahınız deyil, bəlkə də ailəsi tərəfindən, mənlə keçən dəfə takipçimdə danışırdı. Yəni mənə yazın istəyirsinizsə, yəni mən həqiqətən full razıyam. Sadəcə YouTube şərhlərində bəzən çox danışa bilmirəm. Kim yazmaq istəsə Instagramda DM-dən yazsın mənə. Mən hər birinizdən danışacağam. Məsələn, keçən dəfə də bir takipçimdən o formada danışdım mən. Yaxşı olacaq inşallah, narahat olmayın. Hər birimiz buradan çoxlu öpürəm. Hər birinizə uğurlar arzu eləyirəm. İnşallah hər birimiz üçün hər şey o qədər gözəl olar ki, içi mən qarışıq. İnşallah hər birimizin üzü gülər. Həmişə baxın belə xoşbəxt qalarıq, saf qalarıq, təmiz qalarıq. Hər birinizi öpürəm, basıram bağrıma. Mənim məsləhət verə biləcəyim şeylər bunlar idi. Mən də bu məsləhətləri verirəm ki, siz də o səhvləri eləməyin zəhmət olmasa. Bir də mütləq, məsələn, yanınızda su falan bilirsiniz yəqin ki, artıq götürün. Çünki, məsələn, mən birində su götürməmişdim. İçəridə dəhşət pis susamışdım da. Hə, mütləq su götürün yanınızda. Bəzən, çünki mən dedim ki, tələsirəm, amma həyəcandan falan heç birini götürmədim. Amma çox səhv eləmişəm, sən demə. Mən yəni buraxılış imtahanında götürmüşdüm. Başqa imtahanında götürməmişdim. Ona görə deyirəm, o yadıma düşdü. Yəni deyirəm, eləməyin də siz elə şeylər. Yəni heç kəs orada fikir verməyin. Belə deyim ki, bütün fikrinizi bir yerə cəmləyin. Bir də çalışın, oxuyursunuzsa, göz yaddaşınız varsa, göz yaddaşından istifadə edin. Qulaq yaddaşı varsa, qulaq yaddaşınızdan istifadə edin. Yəni sizin necə bacarıqlarınız varsa istifadə edin. Məsələn, məndə göz yaddaşı var deyə mən göz yaddaşımdan istifadə edirəm. Amma mən göz yaddaşımda sadəcə tarixdə falan istifadə edirəm də, o da illərdə istifadə edirəm. Yəni belə, hər birinizi çox sevirəm. Yenə də deyirəm ki, yenidən öpürəm, basıram bağrıma. Sağ olun, salamat qalın. Hər birinizə uğurlar arzulayıram. İnşallah bundan sonra artıq videolarımız davamlı gələcək. Çünki yenə dediyim kimi çox gözəl bir yola addım atacağıq. Həm blok imtahanı, həm də başqa bir imtahandan çox gözəl bir yola addım atacağıq. Ona görə öpürəm, izləmədə qalın, çıxmayın takipdən də. Sizi çox sevirəm. Bunu unutmayın ki, uğurunuzla, uğursuzluğunuzla, nə bilim, uğursuz ola bilməzsiniz siz zaten. Mənə görə dünyanın ən uğurlu insanlarısınız. Amma indi
sözün gəlişi dedim onu ki, yəni uğursuzluqla, uğurunuzla, düşüşünüzlə, qalxışınızla, hər şeylə arxanızda dayanan bir zəhra olduğunu unutmayın burada. Sizi sevən bir zəhra olduğunu unutmayın. Kimliyindən asılı olmayaraq gəlin mənə yazın. Deyin ki, Zəhra, mənim bu problemim var, mən nə edə bilərəm? Ailə problemlərinə tutmuş, dərs problemlərinə qədər, dərs problemlərinə tutmuş, başqa problemlərə qədər. Burada psixoloq Zəhra Səfərova sizin üçün xidmət göstərir 7-24. Öpürəm hər birinizi. Sağ olun, salamat qalın. Gələn videolarda görüşmək üzrə.